Salam əleykum. Mən Saatlı rayonunun Məzrəli kəndində yaşayıram. 2 uşaq, bir özüm, ailəm, bir dənə bu damda yaşayırıq. Bu da bu vəziyyətdə. Su idarəsinə şikayət eləmişik. Sonra kənd nümayəndəliyinə eləmişik, müraciət eləmişik. Biz bu gündük ancaq. Mənə də su idarəsindən deyirlər ki, düş kənddən 24 manatdan pul yığ, bu da mənim toyuq üzərim vəziyyəti. Sən gələk kanalları, su kanallarını qazaq. Bax, bu vəziyyətdəyik. Cüzələr də suyun içində. Hamımız bu vəziyyətdəyik. Necə yaşayaq? Bu damda 2 uşağı necə böyüdək? Onun dərdini çəkək. Yoxsa bu vəziyyətdə suyun içində yaşayaq? Necə eləyək, valla bilmirik. İcra nümayəndəliyinə də demişik. Su idarəsinə də demişik. Baxan yoxdur. Baxan yox. Bir dənə kərpic evdir, bu da ucu uçurdu. Xahiş edirəm, kömək eləyək. Ne var müəllim. Evin sudan sonra olub, baba. Hamısı çat olub. İndi bunu həmsə ətraflı çəkib atacağım sizə. Prosto elə belə deyim. Kərpic evdə Allah haqqı var. Qəhvə aşacaq, qalacaq bu şeydə. Uşaq böyük qalmış.